بسم الله الرحمن الرحيم إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثاره وكل شيء أحصيناه في إمام مبين صدق الله العلي العظيم الصلوات. Bu günləri inşallah mövzumuzun adı qarət. Kərbəla müsibətindən sonra qarət etdiler. Və mən bir neçə tarixi mənbələri bu günləri araşdırdım və bir neçə adlara rast gəldim və istədim ki, bu adları sizlə birgə bölüşüm. Ona görə elə biz əvvəldə adətimizi sabit qalaq. Elə birinci Əmərsədə, İşarəyə, Kesib İbn Maviyyə, onun adında nə qədər varsa, hamısını Allah bizim qəlbimə sənavaz işə verir. İnşallah ki, bundan sonra seçilən adları biraz elə qəlbimizdə deyək, ahistə deyək ki, mövzuna yaymayaq. Aşura günü baş vermiş hadisələrdən heç də Hüseyin əleyhissalam və sahabələrinin şəhid olması başa çatmamışdır. Onlar şəhid olduqdan sonra da bir sıra ürək dağlayan hadisələrə baş vermişdir. Bu fəsildə İmam Hüseyin əleyhissalamın ailəsinin əsir olaraq Ömər ibn Səədin qoşunu ilə birlikdə Küfəyə yola düşməsinə qədər baş vermiş hadisələri araşdıraraq inşallah. Və bir yerdə də bu günlər ərzində bölüşərək inşallah. Bugünkü əsas mövzumuz İmam Hüseyin əleyhissalamın geyimini və silahlarının qarət edilməsidir. İndi tapmışam bir neçəsinin adını ki, sizlə birgə bölüşək. Bir Ömər ibn Səədin qoşunu İmam Hüseyin əleyhissalamı qətlə yetirdikdən sonra onun geyim və silahları qarət etməyə başlayırlar. Qarətdən öncə onlar öz aralarında bölüşürlər. İmamın qılınclarından birini Bəni Əşhəb ibn Darim götürür. Bu qəbiləsindən bir nəfər bir qılıncını götürür, başqa birisi isə Cəmi ibn Xələf Əvdi, imamın digər bir qılıncını götürür. İmamın özünü qəsdən dəlik deşik etdikdən sonra bunu ilə belə ürəkləri soymayaraq atları ki, məcbur edirdilər ki, nəşlərin mübarək şəhidlərin üzərindən keçsin, atlar isə dərk edərdi, anlayardı və o tərəfdən keçməzdi. Ömər Səd də çox hiyləgər biri olduğuna görə əmr verir ki, atların gözlərini bağlar və onu qamçılar. O atlar da qamçının ağrısından qaçardılar o yana bu yana. Ki, istər İmam Hüseyin əleyhissalam olsun, istərsə də Kərbəla şəhidləri olsun, bu atlar bu nəşin üstündən bu cür keçdilər. Və qarətə gəlib çatanda İmamın üst paltarı ki vardı, buna döyüş paltarı deyirlər də, onu Bəhr ibn Kəb Təmimi qarət edir. Bu hadisədən sonra hər dəfə yay fəsli gəldikdə, ki qarəti əlindən götürür, döyüş paltarı. Hər yay fəsli gələndə onun əlləri ağac kimi quruyardı. Qışda isə əllərində çiş və qan yığılıb, çiş və qan axardı. O ömrünün sonuna qədər o vəziyyətdə qalıb, elə o vəziyyətdə də ölür. İmamın xəz dərisindən hazırlanmış məxməri qətvəsi vardı. Onu da Qeys ibn Əşəs Qeys Kindi götürür. Onu çadırdan qarət edir. Ondan sonra onun adı Qətvə Qeys qalır. Yəni, tapa gömlə tapdığını oxuladı. Və hər kəs ona Qətlə Qeys kimi çağırır. İmamın ayaqqabılarını isə Əsvəd ibn Xalid Əvdi götürür. Əsvəd ibn Xalid Əvdi götürür. Əmmaməsini isə Cabir ibn Yazid Əzli götürür. Sonuncu imamdan qarət etdiyi əmmaməsini başına qoyduqda cuzam xəstəliyinə tutulur.
Digər bir rəvayətlərə görə o, imamın əmmaməsini başına qoyan kimi dəf olur. İmamın köynəyini İshab ibn Heyvə Həzrəmi götürür. Və o paltarı, o köynəyi geyindikdən sonra ekzema xəstəliyi tutulur. Saçları dökülməyə başlayır ona. Dəri xəstəliyi deyirlər, ekzema xəstəliyi, dəri xəstəliyidir. İmamın təbilqəsini isə bir də zirehini. Malik ibn Hüseyin Nəsri kimliyi götürür. Bəzi mənbələrin verdiyi məlumatlara görə Bəzlər ibn Süleym Kəbi İmam Hüseyin əleyhissalam barmağını kəsərək mübarək üzüyünü götürmüşdür. Amma bu üzük kimi məsələsi var, o biraz şək məsələsinə gəldi. Çünki mən baxdım, müəyyən bir mənbələrə də baxdım, amma bir mənbədə tapdım. Məsələn, Musirul Əhzabda 76-cı səhifədə, Seyyid ibn Tavusda Əl-Mənful Əlaqətlə Tüfuf səhifəsinin 179-cu ayəsində bu mənbə keçir ki, İmam Hüseyin əleyhissalamın barmağını kəsərək üzüyü götürür. Amma Allah, Şeyh Sədul Rəhmətullah Muhammed ibn Müslümə istinadən nəql edir ki, hadisə belə deyil. İmam Sadiq əleyhissalamdan soruşdum ki, İmam Hüseynin üzüyünü kim götürür? Eşitdiyimə görə güya əşyaları kimi onu da qarət edirlər. İmam buyurur ki, əslində həqiqət belə deyil. Hüseyin ibn Əlinin oğlu Əli ibn Hüseynə, yəni İmam Zeydələ vəsiyyət edərkən üzüyünü çıxarıb onun barmağına taxmışdır. İmamət işlərini də ona həvalə etmişdir. Necə ki, Həzrəti Peyğəmbər sallallahu Əmir əl-Mu'minə əleyhissalam, o İmam Həsənə əleyhissalama, o da İmam Hüseyin əleyhissalama belə etmişdir. Həmin üzük babama, yəni İmam Hüseyin əleyhissalama, ondan da atama, İmam Muhammed Baqir əleyhissalama, sonra da mənə çatmışdır. Yəni İmam Sadiq əleyhissalam. Hazırda həmin üzük məndədir. Mən hər cümə günü onun barmağına taxıb, onunla namaz qılıram. Bəzi alimlərin rəyi budur. Amma mən biraz da araşdırdım. Gördüm ki, bəzi alimlərin də bu barmaq kəsilməyin doğru olduğunu bildirir. Üzük imamət üzükü deyil, ayrı bir üzük olduğunu bildirir. İmam Hüseyin əleyhissalamın ki, barmağındakı üzük həvalə olunmuş üzükdür. Çünki mən tarixdə baxdım, deyir, İmam Hüseyin əleyhissalam hələ aşura müsibbəti başlamamışdan öncə bir dəstə gələrdilər Kərbəla səhnəsinə ki, orada qarətlər var, orada əsirlər olacaq. İmam soruşurdu ki, sən nə istəyirsən? Deyirdi, mən qarət istəyirəm. Götürərdi bir üzüyünü verirdi, deyirdi, get. Digərinə bir üzüyünü verirdi. Bu hədislərdə keçir. Amma bu hədisdə keçən ki, barmağında qalan üzük başqa bir üzük idi ki, onun barmağını, məli onu kəsir, üzüyün özünü götürür. Amma imamət üzüyü isə İmam Zeynalabdin əleyhissalama verir. Bir də İmam Hüseyin əleyhissalamın atı döyüş meydanında cürətlə meydanlarda qızışdıran bir atı vardı. Zülcənə idi o atın adı. Məşhur. Onu da Muhammed ibn Abdullah İmam Hüseyin əleyhissalama hədiyyə edir. Zülcənə atı. Zülcənə yəni sahibi olan, malik olan, məxsus olan mənasında tərcümə olunur. İbn Əşəm, Kufi və Xorəzmi bu barədə belə yazır. İmam Hüseyin əleyhissalam şəhid olduqdan sonra onun atı çadırların yanına gəlir və o çadırların qarşısında dayanır. Artıq ki, əsirlər gedib, artıq Kərbəla müsibəti, aşura fazisidir. Deyir ki, o gələrdi, çadırda qalardı, sonra gedərdi döyüş meydanına. İmam Hüseyin əleyhissalamın mübarək qanına üzünü sürtərdi, gələrdi çadırın qabağında, üzün yenə torbağa sürtərdi. Və bunu görən Ümmü Gülsüm əllərini başına qoyaraq fəryad edərdi.
Deyir, o qədər get-gəl elədi at, o qədər get-gəl elədi. Gələrdi İmam Hüseyin Əleyhisselamın qanunu götürərdi, üzünü sürtərdi mübarək qanına, gələrdi xeymələrin qabağında üzünü təzdən sürtərdi. Və bu minvalına az başını yerə o qədər sürtdü və o qədər vurdu ki, artıq tab eləmədi, dünyasını dəyişdi. Yəni at ölür. Zülzəla, Kərbəla hadisəsindən sonra kiminsə qarətinə keçir. Yəni kiminsə, necə deyərlər, hesabına keçir, götürmürlər. O elə orada dünyasını dəyişir. Çünki adı üstündür, Zülzəla sahibi olan. Və hətta Xanım Zeynəb sınavının əleyhə görərdi ki, Zülzəlah o yana gəlvar edir, bu yana gəlvar edir. Və artıq Xanım Zeynəb rozə deməyə başlayardı. Rozələr deyərdi və başına vurardı. Və deyərdi ki, Ya Muhammed, ey baba, ey Əbül Qasim, ey Ali, ey Cəfər, ey Həmzəmi, ey qardaşım Həsən, Hüseyin üryan halda Kərbəla torpağının üzərindən düşüb, başı daldan kəsilib, əmmaməsi və qalası qarət edib. O bunu deyərək özündən gedir. Başqa bir məlumatda deyilir ki, məktəllər deyir ki, buna Ümmü Gülsüm deyir. Xanım Zeynəb salamullah əleyhə isə nalə çəkərək, fəryad edərək, cəhdi Rəsulullahı çağırır və deyib ki, şahid ol. Sənin nəvənin, övladının nəşi Kərbəla çöllərində qaldı. Sahib çıx. Sənin əhl-i beytini əsir götürürlər. Sənin balalarını çöllərdə kimsəsiz qalır. Düşmən də, dost da bizim vəziyyətimizə baxıb ağlayırlar. Başqa bir məlumatda deyir ki, bu vaxt çadırların bir kəniz çıxıb, çadırların birindən bir kəniz çıxıb, döyüş meydanına tərəf gedir. Bir nəfər ona deyir ki, ey Allahın kənizi, sənin ağan öldürülüb, kəniz deyir ki, mən tələsik xanımların yanına qaçdım, onlar məni bu vəziyyətdə görsək, qalxıb nalə-i fəryad etdilər. Və səsləri ərşə uzaldı. Bugün ki, sən anlayasan ki, imamətin həyatına qətl edəsən və bununla yanaşıb doymayasan, atların gözlərini bağlayıb, o nəşlərin üstünə qamsı ilə məcbur edəsən və bununla da kifayətlənməyib, geyimini götürürsən, parmağın kəsib üzüyü götürürsən, əmmaməsini götürürsən, bilmirsən ki, sənin aqibətin bu dünyada dəli olmaq, şəfası olmayan xəstəliklərə düçar olmaq olar, ahirətdə isə yerin əbədi cəhənnəm olar. Bilmirdim bəs. Əla lənətullah qovməsin.